Deməli uşaqlar. Ədədin loqaritmində ikinci xassədə qaldı. Bir dənə qulaq asın. İkinci xassə necə idi? Loqaritm A B üzəri məsələn M. Burada necə olur? Bax bu M keçir qabağa. M keçir qabağa. Vur. Loqaritm A əsasdan B olur. Gəlin buna aid bir nümunə yazaq. Loqaritma 3 əsasdan məsələn 9. Bu 9 bu üçün nə idi? Kvadratıdır. Ona görə də olur loqaritm 3 əsasdan 3-ün kvadratı. Bu 2 hara keçir? Qabağa keçir. Olur loqaritm 3 əsasdan 3. Bunlar da eyni şeydir və 1 verir bizə. Cavab olur 2 vur 1, yəni 2. Bu belə. Bəli, ikinci xassə budur. İndi üçüncü xassəyə baxaq. Ədədin loqaritmi budur da, yəni adi hesablamalardır. Biraz qüvvətləri yaxşı bilməlisən. Nəyin kvadratı nədir, kubu nədir? Məsələn, üçüncü xassə isə belədir. Loqaritm A üzəri, məsələn, burada N yazaq, burada B yazaq. Bu zaman, bu aşağıda deyənə, bu qabağa keçir, amma kəsirin məxrəcdən keçir. Olur 1 bölü N, vur, loqaritm A əsasdan B. Gəlin bir misal yazaq. Loqaritma 49 əsasdan 7. Uşaqlar, bu 49, bu 7-nin nə idi? Ona görə yazıram loqaritm 7-nin kvadratı əsasdan 7. İndi necə olacaq? Bu 2 qabağa keçəcək, amma məxrəcə keçəcək. Olacaq 2-də 1 vur, loqaritm 7 əsasdan 7. Bu da 1 eləyir. Cavab 2-də 1 ya da 0,5. Bura kimi kim nə başa düşməli desin. Hamı başa düşdü bura kimi. İndi dördüncü xassəyə baxırıq. Dördüncü xassədə isə uşaqlar. Hər ikisini birləşdirsən, 2 ilə 3-ü birləşdirsən, olur loqaritm A üzəri M, B üzəri N. Bu dəfə aşağıda olan qabaqda kəsirin məxrəcinə keçir, yuxarıda olan surətinə keçir və A-dan B-də qalır. Misal, loqaritm 9 əsasdan 27. 9 üçün nə idi? Kvadratı. 27 üçün kubu. Necə olacaq? Kim deyər? Bax, bu keçir qabağa. Bu keçir aşağıya. 3 bölü 2. 3'də üstə gedir. Cavab 3 bölü 2, yəni 1,5 olur. Bəli, onlar 1 edir axı eyni olanda. Bura kimi də aydındır mı? 4 dənə xassə getdi. Gəldik 5-ci xassəyə. Yadda saxlayın. Baxın bura. 5-ci xassə. Loqaritm A əsasdan B üstə gəl loqaritm A əsasdan C. Bax, əsaslar eynidirsə toplamada vurulur. Olur loqaritm A əsasdan B vur C. Bu biraz nəyə oxşuyur? Vurmada üstlər toplanır deyə ona oxşuyur da. Burada tərsinə toplamada vurulur. Onları eyniləşdirmək olar da. Fərqli olsa eyniləşdirəcəksən. Bax, məsələn, misal yazıram. Loqaritm 2 əsasdan 3 üstə gəl loqaritm 2 əsasdan məsələn 7. Bu necə sadələşəcək? 3'ü 7'ye vursan 21. Belə də qalır. Niyə belə də qalır? Çünki 21 2'nin qüvvəti deyil. Məsələn, bu 21 yox. 21 yox. Məsələn, 32 olsaydı, onu 2 üstü 5 yazardın, cavab 5 edərdi. Olsa, məsələn, fərqi necə olar? 1, 2, 1, 4 olar. Onları 2'ye gətirməyə nə var ki? 4'ü 2'nin kvadratı yazaram. Amma gətirə bilmirsənsə, elə də qalır. Yəni ki, nəsə verəcək ki, onunla ixtisar falan gələcək. Eyniləşdirmə mümkün olsun. Məsələn, loqaritm 8 əsasdan 5, üstə gəl loqaritm 4 əsasdan 3. Tutaq ki, belə bir misal verilib sənə, düzdürmü? İndi bax, izah edirəm, qulaq asın. 8 ilə 4 eyni deyil, amma 8 də 2'nin qüvvətidir 4-də. 8 2'nin hansı qüvvətidir? 2'nin 3-cü qüvvətidir. 5 əldə emirəm. 4 isə 2'nin nə idi? Kvadratıdır, 3 əldə emirəm. Bura kimi sual olan var. Bu 3 hara keçirdi bayaq dedim. Qabaqda hara? Məxrəcə, yəni 3'də 1 kimi keçirdi, düzdürmü? Loqaritm 2 əsasdan 5'ə də dəymirəm. Üstə gəl. Bu da hara keçirdi? Qabağa necə keçirdi? 2'də 1 kimi. 2'dən 3'ə əldə emirəm. Bura kimi də aydındır mı hər şey? İndi yuxarını silək. Gəlin burada yazaq. Diqqətlə baxın. İndi bu 3'də 1 mənə mane olur, 2'də 1 mane olur. Bu indi gəlsin bunun üstünə. Elə bil ki, buradan gətirdim, indi bura gətirmək istəyirəm. Nə fərq var? Bunun üstünə gələ bilər də. Çünki buradan bura keçibsə, buradan da bura keçə bilər də. Onda belə olacaq. Loqaritm 2 əsasdan 5'in üstündə yazıram bu 3'də 1'i. Elə bilin ki, 3'də 1 buradan təzdən qabaq keçsə eyni şey olacaq da. Nə fərqi var ki? Bilirsiniz nədir? Burada olan hər bir şey bunun üstünə keçə bilər də. Üstə gəl
loqaritm 2 əsasdan 2-də 1 də keçsin bu 3-ün üstünə. Nə olacaq? 3 üstü 2-də 1. Uşaqlar, indi ikisi də 2 oldu. Görürsünüzmü? Necə olacaq onda? 2 qalacaq. Bunlar nə edəcək? Vurulacaq. 5 üstü 3-də 1 vur. 3 üstü 2-də 1. Belə də qalır. Uzaq başı bunu belə yazarsan. Loqaritm 2 əsasdan bu 3-cü dərəcə demək deyil. Bu belə yazılır da kök altda 3-cü dərəcədən 5. Bu da 2-ci dərəcədə adi kök altdadır da. Belə də yazıla bilər. Mən özümdən yazdım. Biraz qəribə oldu. İmtahanda rahat ədədlər olacaq. Mən özümdən yazdım. Ola bilər bunlar eyni olsun. Bir də baş salıram. 8 2-nin nə idi? Kubu. 4 2-nin kvartı. Bura kimi aydındır mı? Bu 3 hara keçir? Qabağa da amma məxrəcədə. Düzdürmü? Bu da məxrəcə. 2-də 1 kimi keçir. Sonra bunlar mənə mane olur. Belə eləyə bilmərəm axı. Burada 3-də 1 var, 2-də 1 var. Bunlar olmasaydı 2-lər qalacaqdı, 5-i 3-ə vuracaqdı. Burada əmsallar korluyur. Ona görə nə edirsən? Bu əmsalları yox eləmək üçün atıram bu içərdəkilərin üstünə. Burada da bunun üstünə atıram. 3-də 1 də 5-də 1-in üstünə atıram, 5-in üstünə. 2-də 1 də 3-ün üstünə atıram. Bax, burada yazmışım. Burada heç nə qalmadı qabaqlarda. Rahatam. İkisi də 2-dir deyənə, toplamadı deyənə 2 qalır, bunlar bir-birinə vurulur. Vurma kimi də qalır. Çünki nə əsaslar eynidir, nə qüvvətlər. Çətdə yoxsa yox? Gəlin bir dənə məsələ yazaq, tam başa düşəcəksiniz. Bunları özümdən atdım. Gəlin belə bir sual yazaq. Məsələn, yazıram. Loqaritm 4 əsasdan tutalım ki də 8, üstə gəl loqaritm 2 əsasdan tutaq ki 16. Gəlin belə eləyək. Qulaq asırsınızmı? Bunu 2 cür yazmaq olar. Birinci üsulu budur, düsturla. 4-ü necə yazaram? 2 üstü 2 yazaram. 8-də 2 üstü 3 yazaram. Üstə gəl loqaritm 2 əldə emirəm, 16-da 2 üstü 4-dür. Düzdür? Bu hara keçirdi? 3, bu da aşağı 2, loqaritm 2-dən 2 qalır. Bu da 4 qabağa keçir, loqaritm 2-dən 2 qalır. 2-dən 2 1 eləyir. Bu 1,5-dir, bu da 4 eləyir. 5,5. Ya belə yazarsan, ya da xoşuma gəlməzsə, bu 4-ü 2 üstü 2 yazıb, 8 əldə emirəm. Buna da əldə emirəm. Bu 2 hara keçirdi? Qabağa hara keçirdi? Məxrəcə surətə? Məxrəcə. Loqaritm 2-dən 8-ə dəymirəm. Sonra buna da əldə emirəm. İndi bu bizə mane olursa buna rahatıdır. 8-in üstünə olur nə? Loqaritm 2 əsasdan 8 üstü 2-də 1, üstə gəl loqaritm 2 əsasdan 16. İndi bax, ikisi də 2 oldu mu? Loqaritm 2-lər qalır, 8 üstü 2-də 1-i vurursan 16-ya. Bunu da hesablamaq çox çətin bir şey deyil. 8 2 nə idi? Kubudur, üstündə də 2-də 1 var. Düzdür? Vur, bu da 2 üstü 4-dür. Bunu da biraz sadələşdirsən, düzdür, bu üsul biraz çətin oldu, amma neyini öyrətmək üçün izah edirəm. Loqaritm 2 əsasdan 3-ü 2-də 1-ə vuranda olur 2 üstü 1 onda 5, bu da 2 üstü 4. Üstdə də toplanıraq olur 2 üstü 5 onda 5. Bu ikilər də gedir, cavab 5 onda 5 edir. Yəni sözümün canı nədir? Əgər əsaslar eynidirsə, toplamada vur içərilərdə. Eyni olmasa eyniləşdir vur. Eyniləşdirmək mümkün deyilsə elə də qalır. Məsələn, birinin əsası 2, birinin əsası 5 isə necə eyniləşdirəcəksən? Mümkün deyil. Amma 2 ilə 4-ü, 8 ilə 4-ü, 5 ilə 25-i eyniləşdirmək mümkündür də. İkisi də eyni ədədin qüvvətidir ona görə. Bu neçənci xassə oldu? Bu neçə oldu? 5 il deyəsən. 6-cı xassədə bunun çıxmasıdır. Sizcə onda necə olacaq? Loqaritm A əsasdan B, loqaritm A əsasdan C. Bu zaman böləcəksən. Əsaslar olduğu kimi qalacaq, B-ni C-yə böləcəksən. Misal, loqaritm 9 əsasdan 18 çıx loqaritm 9 əsasdan 2. Necə olacaq? Kim deyər? Loqaritm 9 əsas qalır, 18-i 2-yə nə edirik? Bölürük. Neçə edir? 9-dan 9 neçə edir? 1. Bildiniz? Bu da bizim loqaritmik, ədədin loqaritmi. Başqa bir xassə yazıram sizə. Bu da çox gözəl xassədir. Baxın, əgər A-nın üzərində bir loqaritm varsa və məsəl üçün bura B-dirsə, burada C-dirsə, bax, bu A-nın qüvvətidir. Yadda saxlayın. Röşən. Bu C ilə A-nın yeri dəyişə bilər. Əgər lazım olarsa, necə lazım olarsa, indi görəcəksiniz. Bəzi misallarda məcbursan dəyişməyə. Elə misallara ehtiyac yoxdur. Bu C-ni qabağa atıb, üstünə loqaritm yazıb, B yazıb, A yaza bilərsən. Yəni, bax, bunun yeri dəyişə bilər. Nəyimizə lazımdır bu? Məsələn, belə suallar düşmüşdü imtihana. Yazmış ki, 7 üzəri loqaritm, məsələn,
7 əsasdan 5-i deyir sadələşdir. Bax, biz öyrənmişik ki, bununla bunun yerini dəyişə bilərəm. Niyə dəyişirəm? Çünki bunlar eynidir. Olacaq 5 üzəri loqaritm 7 əsasdan 7. Bunlar da nə verir bizə? 1. 5 üstü 1-də neçə edir? 5. Belə misallar üçün lazımdır. Bir də başlanıram. Aysel, qulaq asmırsan? Buna qulaq assın neynədim? Dedim ki, bununla bunun yerini nə vaxt dəyişə bilərsən? Amma belə eyni olanda və yaxud da eyni ədədin qüvvəti olanda. Yəni, tutaq ki, bu 7, bu 49 olarsa yeni dəyişə bilərsən. Çalış ki, bunlar eyni bir ədədin qüvvəti olsun. O zaman bununla bunun yerini dəyişə bilərsən. Amma belə bir ifadə alınacaq. Gəlin bir dənə misal yazaq. Məsələn, yazıram. Tutaq ki, 8 üzəri loqaritm 2 əsasdan 17. Deyək ki, bunu sadələşdirmək tələb olunur. Bax, 8 ilə 2, ikisi də 2-nin qüvvətidir. Ona görə mən bunların yerini neynirəm? Olur nə? 17 üzəri loqaritma 2 üzərinə 8. İndi bax, 17 əl dəymez. 8 2-nin nə idi? Kubudur. Uşaqlar, bu ikilər gedir, 1 edir. Qalır burada 3. 17-nin də 3. Belə də qalır. Hesablamıram, çünki mən özümdən atmışam ədədi. 17-nin kubu biraz çətindir hesablamaq. Amma imtihanda 17 yox, 7 verər. 7-nin kubunu hesablamaq o qədər çətin bir şey deyil. Ya da 17 versə elə 17-nin kubu kimi də qalır. Neçədir? 343 7-nin kubu. Bildiyi yoxsa yox? Neçə dənə xassə öyrəndiniz? 7 oldu da mən. 8-ci xassə gəlir. Çox deyəsinə, mən bir 10-12 dənə yazacağım da sizin üçün. Lazımlar çox dəsindir. Ən lazımları yazıram. Başqa nə xassə var bizdə? Başqa nə xassə var? Hə, belə bir xassə var. Məsələn, loqaritm A əsasdan B böl loqaritm A əsasdan C bərabərdir loqaritm C əsasdan B-yə. Belə bir gözəl qayda var. Nədir bu qayda? Əgər kəsr varsa və indekslər eynidirsə, yəni əsaslar eynidirsə, bu indekslər ki, C deyir. Bir dənə log yazılır, aşağıda olan aşağı yazılır, yuxarıda olan yuxarı yazılır. Bax, misal, loqaritm 3 əsasdan 7 böl, loqaritm 3 əsasdan 8-i necə yazaram? Kim bilir? Loqaritm 8 əsasdan 7 yaza bilərəm. Yəni, bu 3-lər eynidir, C deyir, elə bilin ki, 8 aşağıda qalır, 7 yuxarıda. Var çətinlik. Başqa bir xassə yazıram sizin üçün. Neçənci olur? 9-cu. Yadda saxla. Loqaritm A əsasdan B vur loqaritm B əsasdan C. Əgər görsəz ki, bax, bunlar eynidir. Bunun əsası ilə bunun içərisi eynidirsə, bunlar elə bilin ki, ixtisar gedəcək. Qalacaq loqaritm A əsasdan. Əsas aşağıda C. Misal yazaq bir dənə buna aidsə. Loqaritm 3 əsasdan 11 vur loqaritm 11 əsasdan 9. Bunu kim sadələşdirir mənə? 3-2-dir. Aha, o da 3-2-dir. Cavab 2. Var çətinlik. İmtihanda bir sualınızı garantiləyirik də bu günləri. Bəlkə də 2 sualınızı. 2 dənə sual düşə bilər loqaritmadan. O 1 oldu, 1 üstü 2 oldu. Yox, bu 1-dir. Bu 2 qabağa keçir axı. Qabağı keçir də. Yaxşı ki, dedin onu. Elə şeydə çaşmaya. Yəni, ola bilər ki, sən birinci sanatsa, birinci sən mövzusundan zəifsən, amma loqaritmanı yaxşı bilirsən, kompleksləri yaxşı bilirsən, onları yazacaqsan da, yox, o birislər qalacaq, zəif uşaqlara aiddir. Heç olmasa bunlardan balayıq da. Bir var heç nə bilməsən, bir də var ki, 10 dənə, 15 dənə mövzu öyrən ki, nə düşsə yaz. Və imtihana da buraxılışa o qədər çətin düşmür, qorxmuyor. Bloka çətin düşür, blok. Buraxılışa yaxşı bal yığ ki, blokda zəif yığsan, onu örtbasıdır eləsin də. İkisindən də zəif yığsan, heç bir şey də getdi də. Bir də gəlir, əskərlikdən sonra. O da həvəs olsun. Bura kimi başa düşməyən var. Belə bir xassə yazır. Neçənci xassə olur bu? 10-cu xassə. Belə bir xassəmiz var bizim. Deməli, loqaritm, hər hansı bir loqaritmin əgər yeri gələrsə, indekslə bunun yerini dəyişmək istəyirsənsə, misala görə dəyişir. Onu da belə dəyişə bilərsən. 1 böl yazarsan, loqaritm B-dən A yazarsan. Və yaxud da tərsinə bunu bu cür yazarsan. Bu nə işimizə yarayıb? Məsəl üçün, mən çalışıram ki, sizə də deyəcəm onu, məsləhət görəcəm ki, çalışıyorum məxrəcdə loqaritm olmasın. Necə ki, komplekslərdə məxrəcdə i saxlamayın demişdim, düzdür? Kök altda demişdim, məxrəcdə kök saxlamayın. Burada da deyirəm ki, məxrəcdə log saxlamayın, loqaritma saxlamayın. Məxrəcdə loqaritma saxlamayın. Ona görə, məsələn, mənə deyəcək ki, tutaq ki, 2 böl loqaritm, tutaq ki, 7 əsasdan 8 məsələn.
Mən bu loqaritma məxrəci görürəmsə, nəsə xoşuma gəlmir də. Bunu surətə atmaq istəyirəmsə, bu surətdəki kişiyə dəymir amma bu heç, bu öz yerində qalır. Bunun indeksinə bunun yerini dəyişsəm, bu məxrəci yox, hara qalxacaq? Surətə olacaq loqaritm 8/7. Yəni bu buna bərabərdir, onu demək istəyirəm. Və yaxud da belə bir şey yazaq. 1 böl loqaritm 11/10. Bunu aşağıdan yuxarı atmaq istəyirəmsə necə yazaram? 10/11. Bu 1-ə dəymədə 1 olduğu kimi qalıb. Qabaqda 1 var görsəm, yəni 2 olsa 2 var, 3 var, 3 olsa 3 var. Onlara dəymirik. Bildiniz? Və yaxud da belə bir sual yazıram. Baxın. Yazıram loqaritm 8/5 böl loqaritm 5/, məsələn 8 tutaq ki. Mən aşağıda loqaritm görməsə xoşuma gəlmir. Nə edəcəm? Yuxarıya dəyməyəcəm. Bunu vurma eləyib atacam yuxarı. Olacaq loqaritm nə? 8/5. O da eyni şeyin kvadratı idi. Loqaritm 8/5-in kvadratı belə qalır. Dedim mən özümdən yazıram. Yox, heç nə belə qalır. Kökaltı deyil bu sənin üçün. Bura kimi aydındır? Bura kimi başa saldıq. Neçə dənə xəssə oldu? 11-də. 11-cini də yazırıq. Başqa nə xəssə qaldı? Hə. Yadda saxlayın. Loqaritmanın aşağısında 10 olarsa, türklərdə 10 yazılır, bizdə yazılmır. Hə. Bizim kitablarda log 10 deyilən bir şey yazılmır. Türk kitablarında amma yazılır. Məsələn 10 əsasdan A, lıq A deməkdir, lıq. Buna onluq loqaritma deyirlər, onluq. Onluq loqaritma. Elə bil ki, kökaltıda necə ki, kökün bu hissəsi 2 olanda yazılmırdı, biz onu bilirdik ki, o kvadrat kökdür. Burada onu yazmırlar, amma o hərfi silirlər, lıq yazırlar. Siz bundan sonra lıq görsəz, lıq. Bilin ki, aşağısında 10 var. Bildiniz nə deyirəm? Yəni, lıq, log kimi yazmaq istəsən, log kimi, aşağısına 10 at. Ki, rahat görə bilirsən. Necə adlanır bu? Onluq loqaritma. Mən bunu belə yadda saxlatdırıram uşaqlar. Elə bir şey yoxdur ya, bu özümdən atıram belə bir şey. Mən belə deyirəm uşaqlara. Deyirəm ki, uşaqlar, elə bilin ki, bu onun sıfırı ilə buradakı sıfır gedir, qalır lıq. Da güya da elə şey yoxdur ya, bu O hərfidir, bu sıfırdır. Yadda qalsın deyənə də log 10 lıq deməkdir. Yazılış olaraq. LGA, yəni onluq loqaritmada bu. Elə LG oxunur, LG oxunur. Mən LG deyirəm, elə LG deyirəm ki, uşaqlar başa düşsün. Log demirəm də, lıq deyirəm, lıq. Nə bilim, LG, necə istəyirsiniz. Ya da onluq loqaritma deyim, mən biləcəm. Onluq loqaritma 5. Məsələn, LG 5 nə deməkdir? Zəhra. Bu nə deməkdir? Loqaritma 10 əsasdan 5 deməkdir də. LG aşağısı 10 deməkdir də, yəni. Aşağıda 10 yazılmasa bilin ki, LG-dir o. Çatdı? Bir də var, natural loqaritma, natural. Məsələn, log aşağısında E hərfi A olsa, bu L-N-A yazılır. Elena, Elen. Bu natural loqaritmadır. Natural, natural. E ilə ədədir. Yazı gəlməsə dedim ki, vaxtı gəlində deyəcəm E-nin nə olduğunu. Təxminən 2,71-dir. Bax, burada lazımdır bizə E hərfi. E təxminən neçədir? 2,71 E ilə ədədir. Yəni, bundan sonra logun aşağısında E yazılmayacaq. L-N, Elen yazılacaq. Siz bilin ki, Elen log E deməkdir. Bildiniz nədir? Bax, məsələn, belə bir sual yazmam siz üçün. Elen Y kvadratını hesabla. Siz bilirsiniz ki, Elen nə deməkdir? Log aşağısı nə deməkdir? E deməkdir. Bu da E kvadrat. 2 gəlir qabağa, E'lər gedir, cavab 2. Çatdı. Dəqiq. Bu da sizə loqaritma. Çox istəyirsiniz loqaritma. Gəlin daha keçmişkən loqaritmik tənlikdə keçim. Amma bərabərsliyə keçməyəcəm, ailəmi qatarsın. Sonra misallara baxaq. Yaxşı. Başa düşmədim bunu. Hamı başa düşdü. Sildim. Uşaqlar, saat 12-dir. Yazıram loqaritmik və üstlü tənliklər. Üstlü tənliklər. Birinci üstlü tənliklərdən biraz danışaq. Bundan əslində anlayışınız var. Məsələn, mənə deyir ki, 5də 1 üstündə x bərabərdir 25 tənliyinin həll et və x-i tap. Qulaq as. 5də 1-ə əl dəymirəm. 5də 1-ə əl dəymirəm. 25 5-in hansı qüvvətlidir? Amma burada 5 deyil, nədir? 5də 1-dir. Onda mən 5 üstü mənfi 2, 5 istəyirəm. 5də 1 üstünə yazmalıyam. Mənfi 2. Niyə mənfi 2? Çünki bu biri kəsirdir, bir ədəddir.
Yəni 5-də 1 üstü -2 elə mənfi bunu fırlatmaq deməkdir. Və uyğun gələcək də. Düzdür? Yəni bunu fırladıb kvadrat hissəsində 25 olacaq. Bax, əsaslar eynisə, əsasları silirəm, olur x olur nə? -2. Başqa bir sual yazıram üstü tənliklərə aid. Məsələn, yazıram 8 üzəri x üstə gəl 4 bərabərdir 2 üzəri 5. Bax, son illərdə bu tip suallar çox düşür imtahana. 8 bu 2-nin nə edir? Kubudur, üstündə də x üstə 4 var. Buna da əl dəymirəm. Bu üstlər nə edirdi? Vurulmurdu. 2 üstü 3x üstə 12 bərabərdir 2 üstü 5. 2-lər gedir. 3x üstə 12 bərabərdir 5. 3x bərabərdir 12-ni bu tərəfə atıram mənfi olur. Və x bərabərdir -7 böl 3. Bu üstü tənliklərdir, hələ ki, loqaritma deyil. Yəni bu tənlikləri deməyim odur ki, bu tənlikləri rahatlıqla görsən eləyirsən. Çünki ikisinin əsası eyni şey gəlir. Hə? İndi birazdan belə bir tənlik yazırsam sizin üçün. Onun üçün birinci qaydanı yazıram. Loqaritm A əsasdan B bərabərdir x tənliyini həll etmək üçün qayda budur. Orta hissə bərabərdir indeks üzərində cavab. Bu loqaritmik tənliyin qaydasıdır. Bütün loqaritmik tənliklər bu cür əldə olunacaq. Orta hissə bərabərdir indeksin üstündə cavab. Gəlin misal nümunəsinə baxaq. Yazıram. Tutaq ki, loqaritm 2 əsasdan A bərabərdir 3 tənliyini həll et. Orta hissə bərabərdir indeksin üstündə cavab. Cavab 8. Orta hissə bərabərdir indeksin üstündə cavab. Yəni, mən A-nı yerinə, bax, həqiqətən yoxlayaq görə düz eləmişik. Loqaritm 2-yə əl dəymirəm. A-nı yerinə 8 qoyuram. 8 də 2-nin nə idi? Kubudur. Kubudur. Bu 2-lər gedir, cavab olur nə? 3. Həqiqətən görsən cavab 3-dür. Yəni ki, bayaq öyrəndiyimizi tərsinə gedirik də. Bu dəfə cavabı verib özünü istəyir. Bayaq özünü verib cavabı istəyir. İndi cavabı verib özünü istəyir. Başqa bir misal nümunəsinə baxıram. Məsələn, yazır ki, loqaritm 2 əsasdan x bərabərdir 5. Kim əldə eləyər? Necə yazaq? X bərabərdir 2 üstü 5. O da 32. Çatdı? Başa düşmədiniz? Belə. Yaxşı, belə versə. Məsələn, yazsa ki, 4 üzəri x bərabərdir 7 tənliyini həll et. Burada x-i tapmaq üçün loqaritm bu yazılır burada, bu yazılır içəridə. Çünki bu əsasdır axı, əsas da aşağıda yazılır axı. Bax, bu yazılır aşağıda, cavab yazılır içəridə. Bu buna bərabərdir. Məsələn, başqa bir sual. 3 üzəri m bərabərdir 11. Kim deyər burada? M nəyə bərabərdir? Canavar. Başa düşdük? Bu da sizə loqaritm. Loqaritmik tənlik. Gəlin sizə biraz qarışıq loqaritmik tənlik yazacağım. Və yazıram belə bir şey. Log. Məsələn, 3 əsasdan log. 2 əsasdan log. 5 əsasdan 4 bərabərdir. 4 yox, x olsun. X bərabərdir, məsələn, 2. Deyək ki, bunu həll etmək lazım. Hələ yazmayayım, bir dənə lazım. Məsələn, belə bir iç-içə loqaritmlər verilib. Bunlar belə verilib. Bunlar da belə verilib. Nəysə, x-i tapmaq tələb olunur. Birinci ən çöldən başlayıram. Bax, elə ki, bu loqaritmanın içərisi buradır. Elə ki, bax, bunun içərisi buradır. Onda bu içəri, bax, bu içəri, bax, bu içəri. Bərabərdir nəyə? 3-ün nəyinə? Kvadratına, yəni 9-a. Düzdür? İndi bu loqaritmanın içərisi burada axı. Loqaritm 5 əsasdan x nəyə bərabərdir? 2 üstü 9-a. Düzdür? O da haradasa neçə edir 2 üstü 9? Kim tapar? 5 son 2. Düzdür? Və buradan da x-i tap. X nəyə bərabərdir? 5 üstü 5 son 2. Belə də qalır da. Çünki bu boyda şey salmaq olmaz. Mən ədədləri özümdən yazdım. Bir də baş salıram. İç-içə deyil. Lap birinci çöldəki loqaritmanın içərisi buradır. Elə ki, bura bir A-dır. Loqaritmanın indeksi budur, içərisi budur. Bunu tapmaq üçün bunu bu qüvvətə yüksəltmirdik. Ona görə mən bu içərini köçürtdüm, 3-ün üstünə 2 yazdım. Aydın olur yoxsa yox? Baba, bu içərini köçürtdüm. Bax, loqaritma A əsasdan x B-dirsə, necə yazırdıq onu? X bərabərdə A üstü B yazmırdı. Baba, bu x dediyim isə, baba, bunun hamısıdır. A dediyim isə buradır, B dediyim isə cavabdır. Onda mən içərini tapmaq üçün 3-ü nəyə yüksəltməliyəm? Kvadrata. Yəni o da deyir 9. İndi isə bu hissə qalmadı, bax bu hissə. Bu hissənin içərisi haradır? Bura deyil. Bu
Buranı tapmaq üçün eynirəm. Bu 2-ni 9-a yüksəltməliyəm. Yüksəltdim, əldə 512. İndi bunun da içərisi budur axı. Bunu tapmaq üçün 5-i 512-yə yüksəltməliyəm. Görüm, topluda varmı elə bir sual? Olmalıdır. Məsələn. Görüm, iç-içə tapacağım burada. Tapdım bir dənəsi. Məsələn, belə bir sual yazıram sizə üçün. Sual belədir. Deməli, loqaritm 7 əsasdan 8 çıx, loqaritm 5 əsasdan 3x üstə 2 bərabərdir 1. Gəlin burada x-i tapaq. Uşaqlar, bu loqun içərisi haradır? De bu ifadənin hamısı. Onda mən bu ifadənin hamısını tapmaq istəyirəmsə, nə yazaram? 7 üstü 1. Bura kimi çətinliyi olan var. 7 üstü 1 neçə edir? Bu ev ki x-dir. 8-dən nə çıxan da 7 eləyər? Onda bura 1 olmalıdır. Yəni loqaritma 5 əsasdan 3x üstə 2 1 olmalıdır. İndi bu içərini tapmaq üçün neyniyərəm? 5 üstü 1'ə, 5'ə bərabər eləyərəm. 2-ni bu tərəf ataq. 3x bərabərdir. 5-dən 2 çıxıram. 3. 3-ü də 3'ə böl. 1. Gördünüz mükəmməl sualı. Gəlin belə bir suallar yazaq sizin üçün. Məsələn, yazmaq istəyirəm. Belə bir şey. Üstü tənliklərdən belə bir sual yazmaq istəyirəm. Sizə sual belədir, baxın. Yazıb 3'də 2 üzəri x vur 9 böl 4 üzəri x kvadrat çıx 9 o da bərabərdir 27'də 8. Deyir ki bunun kiçik kökünü tap. Kiçik kökünü tap. Uşaqlar, bunlar hamısı 3'də 2'yə gəlir. Yoxlaya bilərik. Bax, bu 3'də 2'dir zaten. Bunu əldə etmirəm. 3'də 2 üstü x-dir. Bu 2'də 3'dür. Bunu 3'də 2 eləmək üçün nə edirəm? Tərs sıfırladıb nə ataram? Mənfi 2 atarım. Niyə mənfi 2 atarım? Çünki kvadratdır. Bu 3'ün kvadratı, bu da 2'nin. Mənfi niyə attım? Bu da 3'də 2 olsun deyənə. Onun da üstündə nə var? X kvadrat çox 9 var. Bu da 3'də 2 nə idi? Kubudur. Düzdür? İndi bax, bu da 3'də 2, bu da 3'də 2. 3'də 2'lər qalır. Sürətlər nə edir? Sürətlər, qüvvətlər nə edir? Toplanır. Bu x-dir. Bu da mənfi 2x kvadrat və müsbət 18'dir də. Baxın, əsaslar eyni oldu mu? Əsasları silirəm. Bu tənliyi buna bərabər edib həll edirəm. Bu olur mənfi 2x kvadrat üstə gəl x üstə gəl 18 bərabərdir 3. Mənfi 2x kvadrat üstə gəl x, bunu bu tərəfə atıram 15 bərabərdir 0. Hər tərəfi mənfi 1'ə vururam ki, işarələr dəyişsin, xoşuma gəlmir mənfiləşdirmək. Bundan sonrası diskriminantda tapırsan, kiçik kökü tapırsan da o qədərini bilərsiniz. Log var burada. Log var, L-O-G hərfi var. Logaritma var burada, bu üstü tənlidir. Log olanlarda elə deyirik. Burada özə vurma falan var. Kim başa düşmədi? Hesab səhvim olsa deyim. İndi getmirik, hara getirik? Gəlin mən sev tapşırığı vereyim, seçib verəcəm. İkinci hissədən. Sonra, onu da yandıraq, dəqiqə.